Terminalın 26-cı testdən davam edirik. 26-cı sualda possessive case istəyir bizdən düzgün. Deməli, A variantında as night approached, the lone fox of vigilant eyes searched the shadows for food. Deməli, burada fox of bu tərsini olmalıydı. Bir dəqiqə üzr sayın. The vigilant eyes of the lone fox, yəni tənha tülkünün gözləri, yəni burada tənha gözlərin tülküsü də hardasa belə bir şey çıxır. Ona görə quruluş səhv olduğuna görə A variantı səhvdir. As the months passed, Emily influence reached every corner of the community. Burada da Emily influence yox, Emily's influence belə bir şey olmalıydı. The commander's sudden signal to withdraw has made the soldiers upset. Burada heç bir səhv yoxdur. Commander apostrof S, komandirin qəfil siqnalı. Apostrof S verilibdir. Ondan sonra da isim gəlibdir. Yəni sifət də olsa belə, sifətdən sonra isim gəlibsə burada heç bir problem yoxdur. D variantında the agilities of cheetahs surpasses those of most other large predators in the savannah. Və bu sualda deməli agility çeviklik deməkdir. Sayılmayan isimdə də çitaların çevikliyi most other large predators savannada digər böyük bu nədir? Vəhşi heyvanların, yırtıcıların çevikliyini üstəlir. Belə bir şeydir. Biz də demişdik ki, yəli halda olan ismi əgər biz müqayisə ediriksə, then that of bir də then those of ifadəsindən istifadə edirik. Müqayisə olunan agility çeviklikdir də, sayılmayan isimdir. Və the cheetah surpasses that of most other predators olmalıdır. Çünki bu those, bax bu agility-ni əvəz eləyir. Əvəz elədiyinə görə, o da tək olduğuna görə burada that olmalıydı. D variantın səhvi buydu. As the moon rose high in the sky, we noticed these boys. Thisdən sonra tək isim işlənməlidir. Tək də olduğunu hardan biləcək? Apostrof S-dən əvvəl olmalıdır. These boys father hurrying towards the forest. Burada this boy apostrof S olmalıydı. Çünki thisdən sonra tək isim işlənir, cəm isim işlənməz. 27. Səhv cavab istəyir burada bizdən. Ahmed's unexpected bursting into tears surprised everyone at the dinner table. Əhmədin gözlənilməz göz yaşlarına qərq olması da ağlaması. Deməli, burada heç bir problem yoxdur. Heç bir problem yoxdur. Ahmed apostrof S götürüb, sonra sifət və onun aid olduğu bursting into tears ismi birləşmə gəlib. A variantı düzdür. Tom and James hərənin öz apostrofu varsa və isimdə cəm olmalıdır təbii ki, sayılandısa, Tomun və Jane'in qardaşları, onun da xəbəri cəmdir, düzdür bu da. The renovation of the house at Mr. Jackson's is nearly complete. Və Mr. Mrs. ifadələri heç vaxtı cəmlənmir, elə apostrof S-i götürür, ona görə düzdür. C variantı da düzdür. After a few hours, a few-dan sonra cəm isim işlənir, apostrof S-dən sonra olmalıydı. After a few hours talk, they reached an agreement on the project. Y variantında səhv D variantıdır. Y variantına baxaq. Tomorrow, today, yesterday. Bu ifadələr zaman ifadələrdir və apostrof S götürüb yəli hala düşə bilir. Sabahki görüş belə. Cavab burada oldu. Səhv cavab istəyirdi bizdən. O da D variantı. 28. Yenə ismin yəli halına aid olan sualdır. We visited two shops of Mr. Graff's to find the perfect gift. Səhv istəyir bizdən. Deməli, Graff's özü əgər S-dən bitən isimdirsə, Mr. bilirdi ki, heç vaxtda cəmlənmir də. Graff's özü S-dən bitibsə, apostrof qoyula bilər. Amma iş orasındadır ki, bu graph adətən, məsələn, biz tutaq ki, James adını əzbərləmişdik ki, James adı yoxdur deyə, James bu S bunun özünün də apostrof da götürə bilər, apostrof S də götürə bilər. İndi buradan da biz yadımızda saxlayaq ki, graph addır, Mr. Graph. Yəni orada S hərfi olmur.
İndi yenə də tam əmin deyilik də. Əmin deyilik, bilmirik. Ona görə A variantını saxlayırıq. Bizdən düz istəyir. We stopped by the bakers to pick up some fresh bread. Deməli, biz bakers nədir? Çörəkxana. Bu məkan bildirən ifadələr by the bakers, by the dentists və s. at the dentist. Adətən söz önü ilə by, at, in, to və s. söz ön, məkan bildirən söz önlərlə işlənir və onlar cəmlənmir. Onlar həmişə apostrof s götürür. Deməli, B səhvdir. The dinner's table's legs were stretched from years of use. Ümumi əgər cansız isimdirsə, bu apostrof s yox, of-la birləşir. The legs of the dinner table belə olmalıydı. Ona görə C də səhv variantdır. After a few years at sea, the Wilsons son, the Wilsons bilirik ki, ailə adı olduğuna görə həmişə cəm olur və apostrof götürür. D variantı düzdür. Y-də səhv nədir? Her skills are more advanced than that of her colleagues. Yenə bax, eyni ifadədir. Əgər yəli hala aid olan isim müqayisə olunursa, yəli hala aid olan isim nədir? Skills, cəmdirlər. Müqayisə olunursa, onda than those of ifadəsindən istifadə edirik. Müqayisə olunursa və müqayisə olunan cəm isimdirsə, skills burada cəmdir deyə than those of olmalıydı. Əgər skill olsaydı, onda that of ifadəsi düz olardı. Deməli, burada da graph apostrof s olmalıydı. Cavab qaldı D variantı. Əgər biz D variantında da bir səhv tutalım ki, burada the Wilson apostrof s olsaydı, onda deyərdik ki, yəqin ki, bu graphs adı, hər adı bilmək məcburiyyətində deyil yaxı ki, s-dən bitir, yoxsa bitmir. Onda graphs s hərfi adın özündəymiş deyərdik. Burada D variantını düz cavab olaraq tapdığımıza görə, onda A variantı da səhvdir. Və A variantındakı, bax, bu apostrof məsələsi səhv idi. Keçdi 29-a. Nominal phrase used inappropriately. 29-cu sualda nominal phrase ismi birləşmədir. Və inappropriately səhv istifadə olunub deyir. The new shoes shop downtown offers a wide variety of styles and brands. Burada məsələ nədir? İsim birləşməsində shoe shop. İsim birləşməsində deməli, adətən ikinci tərəf cəmlənir. Əsas tərəf ikinci tərəf götürüldüyünə görə ikinci tərəf cəmlənir. Birinci tərəf əksər hallarda cəmlənmir. İndi nə zaman cəmlənə bilər? Məcburiyyətdən, məsələn, glasses eynəkdirsə, elə glasses olaraq qalır da, o zaman cəm ola bilər. Amma əksər hallarda, məsələn, şu tək forması varsa bu ismin, onda shoe shop olsun. Belə deyirik. Ona görə A variantı səhvdir. Keçdik B variantına. The customs officer inspected all the bags thoroughly. Customs gömrükdür. Gömrük. Custom adət ənənədir. Customs gömrükdür. Bizdən nə istəyir? Bizdən səhv istəyirsə, səhv elə A variantındadır. Deməli, qaydanı bir dəfə də deyim. İsim birləşmələrində adətən ikinci tərəf cəmlənir. Shoes shop yox, shoe shops olur. Sonra məsələn, glasses eynəkdir deyə həmişə məcburdur cəmlənsin. Məsələn, customs office, customs gömrükdür, gömrük məmuru. Bəzi isimlər var ki, onlardan biz s-i götürsək, onun mənası itir, dəyişir. Məsələn, customs gömrükdür, custom adət ənənə. Greens göyərtidir, green yaşıl deməkdir. Sonra arms silahdır, arm qol deməkdir. Yəni, bunlar məcburdur ki, isim birləşməsində birinci tərəfdə cəm olaraq qalsın. The goods train, bax, mal qatarı deyəndə, mal əmtədir də, goods. Orada tək ola bilməz, good ola bilməz ki, biz deyək good train olsun. Onda yaxşı qatar olur. Deməli, düzdür. The scissors manufacturer. Scissors da həmişə cəm olan isimdir. İstehsalatçısı. Sonra the earnings report. Bu da eyni zamanda earnings də həmişə cəm olan isimdir. Bir dənə A variantı. Əgər o isim tək ola bilirsə, isim birləşməsində həmin isim birinci tərəfdirsə tək olmalıdır. Yox, tək qala bilmir heç vaxt. Onda bax, bu formada B, C, D, E variantlarındakı kimi onları cəm saxlaya bilərik. Keçdik 30-cu suala. Bizdən
Appropriate variant with a mass noun sair müəyyən isimlə bağlı düzgün cavabı istəyir 30-cu sualda. İndi baxaq. Humans stopped using stone because bronze and iron were superior materials. Burada sayılmayan isimlər nədir? Stone, daş, daş. Sonra bronze, bürünc, iron, dəmir. Bunlar materialdır. Materiallar da bilirdik ki, sayılmayan isimdir. Bunlar qalıb burada düzgün istifadə olunub. You need elements like oxygen and carbon and iron and many more. Elementlər sizə lazımdır. Oksigen, karbon, dəmir və s. Bunlar da sayılmayan isimlərdir. Həm qazlar, həm də metallar sayılmayan isimlərdir. Serious peace building efforts must begin while peacekeepers are doing right work. Düzgün işləyirlərsə, iş burada sayılmayan isimdir, düzdür. This increase shows the willingness of the donor community to support the work. Increase artımdır, sayılmayan isimdir, yəni mücərrəd isimdir, düzdür. Sonra willingness könüllülükdür, sayılmayan isimdir, düzdür. Sonra bir də work də işdir, sayılmayan isimdir, düzdür. Deməli 1, 2, 3, 4 bütün variantlarda düzgün formada istifadə olunan sayılmayan isim var deyə cavab olur Y variantı, all of them. Sonra keçdik 31-ci suala. Find out the right option about the word on the line. Altına xətt çəkilmiş sözlərlə bağlı düzgün cavab istəyir bizdən. The tornado is one of the most hazardous phenomenon of the nature. Burada bizdən düzgün cavab istəyir. İsim necə isimdir? Fenomenon tək isimdir, fenomena cəm isimdir. Yəni biz demişdik ki, sonu onla və ya umla bitən alınma isimlər cəmlənərkən bu şəkilçilər atılır və a əlavə olunur. Fenomena belə olur. Məsələn, medium yazılır, media. Datum yazılır, data. Curriculum, curricula. Bu şəkildə. Yəni A onun cəm olduğunu göstərir. İndi A variantında one of the deyirsə, one of the bilirik ki, ifadə olaraq həmişə cəm ismə birləşir. One of the most hazardous phenomena olmalıydı of the nature. Deməli A variantı səhvdir. Avalanches, floods, tsunamis are the water-based disastrous phenomenons. Burada da S-lə cəmləndiribdir və bu S-lə cəmlənmir, fenomena olur. Deyir ki, qar uçqunu, daşqın, tsunami ən təhlükəli su bazalı təbiət hadisələridir. C variantında an active volcano is a common phenomena in Sicily. Burada volkan bir ədəd volkandan söhbət gedirsə, onda fenomenon olmalıdır da. Deyə bilməsən ki, vulkan sıradan hadisədir deyirsən də. A meteoroid is one of the risky outer space phenomena. One of varsa cəmsim olmalıdır, fenomena da cəmdir. Deməli, D variantı düzdür. Weather, fog, thunder are also natural phenomena. Bu da dedim ki, bayaq S ilə cəmlənmir. Və salam, 31 oldu D variantı. 32-ci suala baxırıq. Complete the sentences with the most appropriate option. Ən düzgün olanı seçməliyik. The themes was finally completed, showcasing a decade of dedication and hard work. Burada bizə nə lazımdır? Komandanın nəyi nəhayət ki tamamlandı? Projects. Burada xəbər tək olduğuna görə biz cəmləri atmalıyıq. Bizə tək isim lazımdır. Project. İndi komandanın apostrof S-dən sonra biz bilirik ki, artikel istifadə oluna bilməz. Ona görə B variantı da səhvdir. Qaldıq C, D, E variantları arasında. 8-dən sonra bilirsiniz ki, əgər apostroflu ifadədirsə, year cəmlənməli idi. 8 years apostrof olmalıydı. C variantı da səhv oldu. Qaldı Y variantı. 8-year project və defis ifadəsində biz bilirik ki, defisin sağı solu, orada olan isim heç vaxt cəmlənə bilməz. The team's 8-year project was finally completed. Komandanın 8 illik layihəsi nəhayət ki tamamlandı. Sonra keçdik 33-cü suala. A woman driver, a man eater, two women drivers, two men eaters. Burada məsələ nədir? Əgər birinci tərəf mübtəda rolunda çıxış eləyirsə, yəni mübtəda kimi kim sürücü, qadın sürücü.
Kim sürücülər, qadın sürücülər. Burada kim nə sualına cavab verir. Və obyekt olursa, adamı yeyən deyək də, man eater, adamı yeyən man eaters. Obyekt olanda, bax bu defisin birinci tərəfindəki ifadə, bu özü cəmlənmir. Onun aid olduğu isim cəmlənir. Amma mübtəda olanda, subject olanda, yəni aralarında mübtəda əlaqəsi var. Onda hər iki tərəf cəmlənir. Women driver, women drivers. Amma man eater adamı yeyir də, man eater, man eaters olmalıydı. Men olmamalıydı. Yəni burada adamlar yeyən söhbəti getmir. Ona görə 4 səhvdir, 3 düzdür. 1, 2, 3 olacaq cavab. Bizdən də düzgün variantı istəyirsə, 1, 2, 3 yoxdursa, all except 4 götürə bilərik. 4-dən başqa hamısı. 33 oldu Y variantı. 34, yəni bu qayda Michael Swan qaydasıdır. 34. Find out the correct sentence with the possessive case of the noun. İsmi yiyəli halını istəyir bizdən. Today's news, bunu dedik ki, today, yesterday, tomorrow tək olur, apostrof s götürür, amma cəmlənə bilmir. Halbuki burada yazıb yesterday's xəbər, yesterday's s-dən cəmləndirib, sonra apostrof s verib. Deməli, A variantı səhvdir. I borrowed the secretary's pen to, bir neçə sekretarın hər halda bir qələm olmaz da. Secretary, apostrof s olmalıydı. To fill out the application form olmalıydı. Burada aplikasiya, ərizə forması deyirik də, application form. Bəzi isimlər var ki, isim birləşməsi olur. Onlarda yiyəli hal əlaqəsi olmur. Elə keçən testimizdə life expectancy var idi və s. Onda apostrof s-dən istifadə etmirik. Deməli, bir variantı da səhvdir. Historically, China has a broad influence sphere in East Asia. Influence sphere olur, təsir dairəsi. Yəni, o da apostrof s götürmür. Sonra D variantında the professor's work is little known outside the academic sphere of the university. Professorun işi universitetdən kənarda, yəni çöldə, kənarda akademik sferada az tanınır. Professorun işi deyirsə, onda professor's work düzdür. 34 olacaq, onda D variantı. Sonra Y-də baxdıq. Latitude is a distance of a place north or south of Earth equator. Deməli, şimal və yer kürəsinin ekvatorunun Earth's equator olmalıdır burada. Çünki Earth yer kürəsi vahid varlıq olduğuna görə apostrof s-lə götürür yiyəli halı. Earth's equator olmalıydı. Sonra keçdik 35-ə. Səhv istəyir bizdən. We should make a careful study of the old teachers' teaching experience. The old teachers-dir, biz yaşlı müəllimlərin öyrətmə təcrübəsindən diqqətli şəkildə araşdırmalıyıq. Deməli, burada yaşlı müəllimin deyirsə, düzdür A variantı. Sonra keçirik nədir? B variantına. Everyone at the table was listening to the captain's experiences. Kapitanın sərgüzəştlərinə qulaq asırdı. Bu da düzdür. Yəni burada heç bir problem yoxdur. Kapitan da bir insandır və apostrof s-lə götürüb. A small stone in his left shoe made Gulliver slow. Deməli, sol ayağındakı kiçik daş parçası, small stone, Gulliver'i yavaşladırdı, qoymurdu sürətlənsin. Bu da düzdür, yəni heç bir problem yoxdur. Daş material olaraq sayılmasa da, kiçik daş parçasından söhbət gedirsə, sayıla bilən kimi götürülür. Keçmiş zamanda da təklik, cəmlik hiss olunmur. D variantına baxaq. The diets of our family favor veal and poultry over red meat. Ailəmizin diyetası da quzu, qoyun və poultry, ev quşları üstünlük verilir. Yəni, onlar qırmızı ətdən daha üstün tutulur. Oflu ifadədir. Diets, diyeta cəmlənibdir. İndi bu diyetanı cəmləndiribdir. Diets of our family. Çünki ailənin bir neçə diyetası ola bilər də. The crown is surrounded by various precious. Various varsa cəm isimlə işlənir. Various precious stones olmalıydı. Cavab Y variantıdır burada. 36. Deməli, 36-da bizdən düzgün cavab istəyir. Aside from and nuts, babies shouldn't be fed with honey as they might be allergic.
Hə, burada məsələ nədir? Biz dedik ki, əgər heyvandan məhsulu öldürmədən alırıqsa, apostrof S verə bilərik. Amma öldürülüb alınırsa məhsul, o zaman apostrofsuz filan istifadə olunur. Burada inəkdən südü öldürmədən alırıqsa, cow's milk olmalıdır. Milk olanları ümumiyyətcə silməliyik, çünki milk sayılmayan isimdir. Deməli, fındıqdan, bir də inək südündən başqa körpələr həm də bal ilə yedizdirilməməlidir ki, onlar yəni allergiya səpə bilərlər. Tərcümədə belə çıxır. Düzgün cavab olar isə cow milk olur. Yəni yenə deyirik ki, düzgün cavab bunlar götürüblər cow milk-i. Amma cow's milk olsa daha düzgün olar. Cow's milk. Cow apostrof S milk. Belə olsa daha düzgün olar. Çünki məhsulu öldürmədən alırıqsa, biz belə götürsək daha düzgün olar. Amma o yoxdur o variant. B-də də ki, z-dən sonra cəm isim işlənməlidir. Bu da belə getdi. Cavab olur cow milk C variantı. Yox, A variantı. Orada C-də article var. 37 düzgün variantı istəyir. He found the lost keys in. He hadn't worn in months. Aylardır giyinmədiyi itmiş açarları aylardır giyinmədiyi hardansa tapdı deyir. The jeans pocket of the trouser. Trouser ifadəsi yoxdur. Trousers var. Jean ifadəsi də yoxdur. Jeans var. Bunlar həmişə cəm olan isimlərdir. Burada da trouser veribdir. Bu da cəm isimdir. The trousers pockets of the jeans. Bir dəqiqə, bizdən burada appropriate, düzgün cavab istəyir. Bircə dəqiqə. Of the trouser olmaz. Bunlar konkret şalvardır. Of the trousers olmalıdır. Bunlar belə getdi. Of the jeans olmalıdır. Bu da belə getdi. Deməli, indi burada məsələ trouser. Bu nə deməkdir? Trousers isimdir. Trouser sifətdir. Trouser pocket şalvar cibi. Yəni sifət olanda cəmlənmir, isim olanda cəmlənir. Məsələn, necə deyək? Şalvar cibi, şalvar forması, şalvar parçası. Belə desəz o trouser orada sifət olur. Yenə deyirəm, burada isim olanlar trousers olur həmişə. Jeans olur həmişə. ABC 3 variantın 3'ü də səhvdir. Məsələn, jean pocket olardı. Jeans paket. Cib daha doğrusu. Trousers də sifət olmur deyə D variantı burada 37-də düz götürülür. Sonra 38-də find out grammatically correct sentence. Qrammatik baxımından düzgün cavab istəyir bizdən. Today health official is expressing great concern about our health olur. Health çünki sayılmayan isimdir, cəmlənə bilməz. Today health officials are expressing great concern about our health in the future. Bugün sağlamlıq rəsmiləri, deməli, bizim gələcəkdəki sağlamlığımız haqqında böyük narahatçılıq ifadə edir deyirsə, B variantı düzdür. Sonra, today health official is expressing a great, bax, concerns'ı cəmləndirib, amma burada da article veribdir, olmaz. Health officials are expressing great concern about our health'ı cəmləndiribdir. Today's, bugünkü health officials are expressing great concerns about our health in the future. Bir dənə today'sin esini atıb today'i saxlamaq lazımdır. Sonra B variantı düzdür. 39. A closest shop demişdim ki, ikinci tərəf, birinci tərəf cəmdə ola bilər. Geyim mağazası. Apostrof S-dən götürməyəcək. Geyim mağazası. Sonra 3 day apostrof S yox, 3 days olmalıydı. 3 days rest. Və. A closest shop bir düzdür. 2 səhv idi. Closest'də də 2 dənə apostroflu S istifadə eləmək olmaz deyə. Orada bir dənə düz qaldı 39'da. Bir dənə düz qaldı, o da olur A variantı. Sonra keçdik 39'a.
Yox, 40-a. Deməli, 40-cı sualda plural compound nouns cəm mürəkkəb isimləri istəyir bizdən, düzgün cəmlənmiş təbii ki. Deməli, editor-in-chiefs o əgər mərkəzdə in bağlayıcı rolunda çıxış eləyirsə, burada birinci tərəf cəmlənir. Yəni əsas isim olan cəmlənir. Burada da editors-in-chief olmalı idi. Bu tip ifadələr, isimlər yəli hala düşəndə sondan düşür, amma cəmlənəndə birinci isim cəmlənir. Deməli, bir getdi. Editors-in-chief olmalı idi. Lockers on isim sözünüdür. Təbii ki, burada isim cəmlənəcək. 2 düzdür. Sonra dropouts. Dropout-da isim yoxdur deyə ikinci tərəfdən, yəni sonuna s şəkilçisi artırılır. Feil və zərf birləşməsindən əmələ gəlir. Merry-go-rounds-da da, yəni tərkibində isim olmayanda sonuna s artırılır həmin mürəkkəb isimlər cəmlənərkən. Merry şən, go getmək, round da dairəvi. Bu nədir? Deməli, tərkibində isim yoxdur. Amma belə baxanda merry-go-round karuseldə isimdir. Bunlar sondan cəmlənir. Sportsman, əgər men ikinci gəlibsə, men, elə ikinci cəmlənir. Sportsman, businessman, policeman təkdir, düzdür. Cəmlənsəydi policeman olacaqdı. Deməli, burada düzgün cavab 2, 3, 4, 5. Bir dəqiqə, policeman. Hə, cəm istəyir. Yox, policeman təkdə axı, cəm deyil. 2, 3, 4, 5. O da Y variantı. Sonra 41-ci suala baxırıq. Düzgün cavab istəyir. Mr. Hans garden was much larger than Mr. Copper's. Burada məsələ nədir? Mr. Hansda Hans S adının özündə ola bilər, amma Copper adı S-dən bitmir. Coppers yazıbsa demək ki, onu cəmləndirib. Mr.dən sonra da bilirik ki, cəm isim olmur. Sonra B variantında we all were stunned by the young child's in the room paintings. Demişdik ki, əgər isim bir söz birləşməsinin içərisindədirsə, həmin birləşmənin sonuncu sözü apostrof s götürüb yəli hala düşə bilər. By the young child in the room apostrof s paintings belə ola bilərdi. Ya da belə də ola bilərdi. The paintings, by the paintings of the young child in the room. Belə də ola bilərdi. Yəni aid olan ismi of söz önüsü ilə cümlənin, ifadənin önünə də keçirtmək olardı. Hər halda B variantı səhvdir. These gigantic statues' heads can be seen far away. Burada da ümumi cansız isimdirsə ofdan düzəltməli idi. The heads of these gigantic statues belə olmalı idi. Bu da səhvdir. There used to be 2 portraits of Juans in the hall. Zalda Juan'ın 2 portreti istifadə olunmalı idi. Olunardı adətən belə. Deməli, həm of var, həm apostrof s var. Buna da double genitive deyilir. Yəni, hər halda düzgün quruluşdur. Usually the workload of doctors is less than those of nurses. Yenə yəli halda müqayisə olunan isimlərdir. Müqayisə olunan nədir? Workload. Çünki həkimlərin iş yükü ilə tibb işçilərinin iş yükünü müqayisə eləyiriksə, müqayisə olunan iş yüküdür və sayılmayan isimdir. Ona görə those yox, than that of nurses olmalı idi cavab. Düzgün cavab 41-də D variantı. Sonra keçdik 42, bizdən düzgün cavab istəyir. He was always thinking of Raven as a selfish one and blame her for not understanding. Raven haqqında həmişə egoist xudbin kimi düşünürdü və heç kim başa düşmədiyinə görə günahlandırırdı. Understanding. İndi the difficulties of his situation deyə bilərik. Vəziyyətinin çətinlikləri ilə bağlı onu günahlandırırdı. Sonra his whole difficult situation deyə bilərik. Onun bütün çətin vəziyyəti demək olar. Amma situation of his çətinliyinin vəziyyəti olmaz. Sonra yenə eyni şeydir, çətinliyinin vəziyyəti olmaz. Onun oldan sonra isə situations olmalıdır, cəmlənməlidir, ona görə səhvdir. 1-2 cavab 42-də A variantı. Sonra 43-ə baxırıq, düzgün cavab istəyir bizdən. Tom devoted his life to the study of this phenomenon. Deməli, this-dən sonra this tək isim tələb edir.
Fenomenon da təkdir, çünki sonu onla bitənlər cəmlənəndə aya çevrilir. Özləri tək olur. The healing ceremony of the sand painting is a normal phenomena for the Navajo. Burada da təkdirsə is a normal phenomenon olmalıdır. Fenomena yox. Acid rain and its effects are not natural phenomenons, yox, fenomena olmalıdır. Turşulu yağış və onun təsirləri təbiət hadisəsi deyil, fenomena olmalıydı. The explosion at Tunguska is still considered weird nature phenomena. Burada bir partlayışdan, bir hadisədən danışırdı ya, hələ də deyir, qəribə təbiət hadisəsi kimi xatırlanır, fenomenon olmalıydı, təkdir deyə. 3 out of these doctors believe in the existence of paranormal phenomenon. Deməli, bu həkimlərdən 3 out of 3-ün neçəsindənsə 3-ü inanır ki, paranormal hadisələrin mövcudluğuna inanır. Deməli, fenomeno yox, fenomena olmalıydı burada da. Və salam, cavab oldu. Düzgün cavab A variantında öz aralarında bir-birləri ilə uyğunlaşa bilirlər. Sonra keçdik 44-ə. 44-də düzgün cavab istəyir. He admitted letting them hunt only one deer olmalıdır. Deer S-dən cəmlənmir deyə S-ləri ata bilərik. O qəbul etdi ki, yalnız bir maral ovlasın. But they had met some deer and hunted all of them. Amma bir neçə maralla qarşılaşdılar və hamısını ovladılar. Sheep, swine, deer, fish və digər ifadələr də bison var idi. Məsələn, başqa balıq növləri filan. Bunlarda cəmlənmə yoxdur. Deer, maral, deer, marallar. Keçdik 45-ci testdə. Düzgün cavab istəyir. Usually the workload of doctors is much greater than. Deməli, həkimlərin iş yükündən danışır. Workload ortada müqayisə olunandır deyə. Biz onda Zenzatov ifadəsi işlədək. Zosov olmaz. Sonra the workload cəmlənə bilməz. The nurses of the workload iş yükünün tibb işçisi, belə bir quruluş ümumiyyətcə yanlışdır. Then the nurses apostrof olsaydı düz olardı. Və yaxud da that of nurses deməklə düzgün seçim eləmiş oluruq. Çünki that orada workload-a aid olan bir şeydir. 46. Can't be written in plural possessive case. Cəm possessive case hansında işlənilə bilməz. At the bakers plural deyil, məkan ifadə edir, baker. At the doctors plural deyil, məkan ifadə edir. Hə, can't be written yazıla bilməz, düzdür. Yəni bunlar həm məkan ifadə etdiyinə görə bunlar cəmlənə bilmir. Sonra in the teacher's room müəllim otağı, bir də var teacher's room müəllimlər otağı, 3 düşə bilər cəmə. The girls answer qızların əli olsa, the girls answer cəmlənmək istəyir, bu da cəm deyil, təkdir. Deməli 1-2 düz olacaq, cavab oldu A variantı. Sonra keçdik 47-də bizdən düzgün cavab istəyir. Mr. Mrs. filan, bunlar bilirik ki, heç vaxt cəmlənmir. I'm in Mr. Jonas class this year. Hələ bilmirik. Bəlkə S özünün də, ona görə bunu hələ ki saxlayırıq. Sonra Mike and Helen's new flat is bright. Ortaqdır. İkisinin bir mənzili var, düzdür. I'm in Mr. Jonas's class this year. Bu həftə Mr. Jonas'ın sinfində olmuşam. Özündə S var deyə apostrof S götürübdür. Sonra my parents' house are a lovely old one. House tək gedirsə, xəbər niyə cəm olur ki? Is a lovely old one olmalıydı. The maid cleaned the hotel's room. Deməli, cleaned the hotel's room. Apostrof S deməli götürüb təkdir. Bunu da hardasa düz götürmək olar. Deməli, nədir düzgün cavab? 1, 2, bir də 3. 1, 2, 3.
1, 2, 3 də olur. B variantı. B. Sonra 48-də düzgün cavab istəyir bizdən. This is your bread and butter. Hə, bunu bildik. Bread and butter saymıyan isimdə and ilə bağlanarsa, təkrar deməli, and ilə bağlanırsa xəbər cəm olur. These are your bread and butter olmalıydı. These are your bread and butter ola bilməz. Çünki sayılmayan, nədir? Sayılmayan isimə qeyri-müəyyən artikel işlənə bilməz. This is your bread and the butter-a ehtiyac yoxdur. These özündən sonra cəm isim və ya cəm xəbər tələb edir. These are your breads and butters. Sonra keçdik. Bir dəqiqə. Breads and butters nə idi? This is your bread and butter. Bir dəqiqə. This is your bread and butter. Cavab burada A variantıdır. Mən A-nı işarələdim. Qalanları cəmlənə bilməz, xəbəri cəmlənə bilməz. These cəmdir, tək isimlə işlənə bilməz. Burada da Z artikellar işlətmişdir. Düzgün cavab A variantı 48-ə. 49-a baxırıq. Düzgün cavab istəyir. His mathematics is excellent. Onun riyaziyyatı əladır. Burada deməli are excellent olmalıydı. Niyə? Çünki mathematics sayılmayan isimdir və xəbəri tək götürür. Əgər ümumiyyətcə söhbət riyaziyyatdan gedirsə, amma onun riyazi bacarıqlarından buradakı kimi söhbət gedirsə, deməli xəbəri cəm olmalıdır. Çünki I'm good at mathematics deyəsən, riyaziyyatda yaxşıyam. İndi burada da cəm olduğuna mathematics sonu x-la bitib dəyişiklik olduğuna görə, yəni bacarıqlardan söhbət getdiyinə görə cəm olmalıdır, bacarıqlardan söhbət gedirsə. We got $3 worth of popcorn. Burada dollars apostrof götürməli, çünki verse-dən əvvəl hər hansı bir isim yəli hala düşəndə apostrof s götürür. We had a nice time at Jack and Susan's last night. Jack and Susan gildə yaxşı vaxt keçirdik. Bir dəqiqə, düzdür, burada heç bir problem yoxdur. They met Alice in front of the shoes shop a few days ago. In front of the shoe shop olmalıdır. İkinci tərəf cəmlənə bilər, amma tək də qala bilər. Birinci tərəf həmişə tək olur. My mother-in-law's apostrof s götürməlidir. Is the kindest person I know. Tanıdığım ən mehriban adamdır. Biz cəmləndirəndə mothers birinci tərəf cəmlənir. 50. Complete the sentence with the most appropriate. What they are. They are gördüyünüzə görə. Demək ki, bizim ismimiz bizə verilən isim cəmdir. Və ona görə qeyri-müəyyən artikelları atıram. Çünki fişin tək və cəm olması onun xəbərindən, ətrafındakı isimlərdən filan, sifətlərdən, artikellardan filan asılı olur. Sonra this-dən sonra tək isim gəlir. Xəbər isə cümlədə they are-dı verə bilmərik. Colorful fish ya da fishy color olsa, color olsaydı tək olardı. Colorful fish, they are. Nə? Deməli, əlvan balıqlardır. Düzgün cavab burada, deməli, 50-də oldu C variantı.